Salam, hər vaxtınız xeyir. Bugün yine Ələddin müəllimin kitabından maraqlı bir funksiyamız salam hərindən baxacaq. Verilənlər lövhədə qeyd olunub bizə. Deyir, f(x)'ımız x değer 5'dir, g(x)'ımız x değer 1 bölü 2 sıfırdır və g-nin verilib bizə tərsinin f ilə kombinasiyası 2 olarsa, burada a-nın qiymətini deməli tapmalı. Biz bilirik ki, tərs funksiyasının xassiyətinə görə deməli, əgər tərs funksiyası f(a) bizə 2 verilirsə, onda alırıq ki, f(a)'mız bərabər olacaq nəyə? g(2)-yə. Gətirib g-nin qiymətini yerinə yazsaq, tapsaq g2-ni, onda almış oluruq g2 bərabərdir. 2 üstə gəl 1 bölünsün 2 sıf 1 bərabərdir nəyə? 3-ə. Və f(a)'nı da tapsıq, f(a)'mız bərabərdir. A üstə gəl nədir? 5'dir. Bura bərabərdirsə və buradan almış oluruq a-mız neçədir? -2. Deməli, qeyd deyirəm, yanvar ayının 1-dən MİQə hazırlıq qrupu fəaliyyətə başlayır. Özünə güvənənlər, qoşulmaq istəyənlər buyura bilər. Hələlik sağ olun.